Şuşanın səsi. Xoş gördük əziz dinləyicilər. Mikrofon önündə Aybəniz Məmmədəliyevadır. Bu dəfəki mövzumuz 20-ci əsrin sonlarında Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü, Şuşanın işğalı və mədəni soyqırımı siyasəti adlanır. Müsahibimiz isə həmişə olduğu kimi Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Elçin Əhmədovdur. Elçin müəllim, xoş gördük. Xoş gördük Aybəniz xanım. Mövzumuz bəllidir və yaxın tariximizdən bilirik ki, 1982-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyev SSR rəhbərliyində yüksək vəzifəyə təyin olundu. Moskvaya işləməyə gedərkən Ulu Öndər Azərbaycanın məhsul şəxslərinə Qarabağa xüsusi diqqət və qayğı göstərməyi məsləhət gördü. Eyni zamanda qonşu Ermənistanla münasibətlərə də diqqət yetirməyi tövsiyə etdi. Lakin təəssüf ki, bu tövsiyələr yetərincə nəzərə alınmadı və nəticədə erməni millətçi dairələri yenidən Azərbaycan əleyhinə fəaliyyətlərini genişləndirdilər. Bəli, Aybəniz xanım, tamamilə doğrudur. 1982-ci ildə ümummilli lider, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev Moskvaya gedəndən bir az sonra 1983-cü ildən etibarən artıq ermənilər Azərbaycana qarşı yenidən əsassız ərazi iddiaları irəli sürməyə başladılar. Qeyd etmək lazımdır ki, 1985-ci ilədək ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən o vaxtları SOVKP MK-nın siyasi bürosunun və Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə heç bir qərar qəbul edilməmişdi. Bəli. Ümummilli lider Moskvada işlədiyi dövrdə Azərbaycanın dövlət maraqlarını hər zaman qətiyyətlə qorumuş və erməni iddialarının reallaşmasına imkan verməmişdi. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin dövrdə Ermənistanın özündə də Azərbaycana qarşı təbliğat təşviqat işləri genişlənməyə başlamışdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq erməni torpaqları olması barədə dərsliklər, məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Və o dövrdə Azərbaycan xalqının əleyhinə erməni millətçiliyi ruhunda yazılmış, hamımızın çoxdandan bildiyimiz Zori Balayanın Yerevanda Sovetական Qrox nəşriyyatında 100.000 tirajla çap olunan və bütün SSR məkanında yayılan Ocaq kitabı Ermənistanda Qarabağın dağlıq hissəsini ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi. Bəli, Elçin müəllim, biz həmin günləri çox yaxşı xatırlayırıq. O kitabın necə böyük nifrətlə qarşılandığını hamımız yaxşı bilirik. 20-ci əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSR məkanında və ilk növbədə Ermənistan SSR ərazisində anti-Azərbaycan, anti-Türk təbliğatı daha da güclənməyə başladı. 1985-ci ilin əvvəlində Ermənistan KP-MK-nın birinci katibi Karen Dəmirçiyan, SOVKP-MK-nın siyasi bürosuna qondarma erməni soyqırımının 70 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSR-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmişdi. Siyasi büronun iclasına aparan Qarbaçov buna razılıq versə də, bu absurd təklif Heydər Əliyevin, Tixonovun və Qramıkonun sərt və prinsipial etirazı ilə qarşılanmışdır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiya Azərbaycan. Qarabağ Azərbaycan. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi verilişi davam edir. Dəngi Şuşa L efiriyə.
Bu dövrdə xüsusilə də 20-ci əsrin 80-ci illərin ortalarında, yəni SSR-də baş verən hakimiyyət dəyişikliyi, xüsusilə də Qarbaçovun hakimiyyətə gəlməsi, yenidən qurma, aşkarlıq, demokratiya xəttini irəli sürməsi ermənilərə biraz da əlqolaşmağa imkan verdi. Qarbaçovun ətrafında da kifayət qədər ermənilər o vaxtları lövbər salmışdılar. Qarbaçov SSR rəhbəri seçiləndən dərhal sonra ermənilər bu prosesi daha da sürətləndirməyə başladılar və bu proses, yəni Azərbaycana qarşı ərazi iddiaları daha geniş miqyas aldı. 1985-ci il iyunun 20-sində SSR Nazirlər Soveti 1985-86-cı illərdə xarici ölkələrdən ermənilərin SSR-yə repatriasiyasının davam etdirilməsi haqqında qərar qəbul etdi. Biz bilirik ki, repatriasiya tamam başqa bir termindir. Çünki repatriasiya o idi ki, orada doğulan ermənilər ora qayıda bilərdi. Amma bu qərar onu göstərirdi ki, heç vaxt Ermənistanın üzünü görməyən və ya orada doğulmamış ermənilərin ora Ermənistana repatriasiyası adı altında bir qərar qəbul edilmişdi. Bilirik ki, onlar da xaricdən gələn ermənilər özləri ilə millətçilik toxumu səpib Azərbaycana qarşı bundan istifadə edirdilər. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Və biz keçən verilişlərimizdə də demişdik ki, hələ bu proses 1948-53-cü illərdə Ermənistandan, tarixi torpaqlarından Qərbi Azərbaycanlıların qovulması, yəni planlı şəkildə deportasiyası nəticəsində də baş vermişdi ki, o vaxtlar onların evlərinə həmin o repatriasiya adı altında xaricdən erməniləri gətirib 200 minə qədər erməni gətirib onların evlərində yerləşdirmişdilər. Və bu proses 80-ci illərdə bir daha davam elədi və onlar özləri ilə qatı erməni millətçiliyi gətirdilər, Azərbaycanlılara qarşı düşmənçiliyi daha da qızışdırdılar və bu istiqamətdə də təbliğat işini yenə də aparmağa başladılar. Ecməlim və bütün bu faktlar göstərir ki, ermənilər bu mənfur planlarını həyata keçirmək üçün uzun müddət çalışıblar, özü də cəhd-cəhdlə hazırlaşıblar. Bəli, tamamilə doğrudur. 1987-ci il oktyabrın 21-də Sovkp MK-nın siyasi bürosunun üzvü, həm də SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış ümumi lider Heydər Əliyev Sovkp MK-nın plenumunda vəzifəsindən istefa verdi və ondan təsəvvür eləyin ki, bir neçə gün sonra o vaxtları SSR rəhbərinin iki müavinin ikisi də erməni idi. Siyasi məsələlərdə müşavir Georgi Şahnazorov idi, iqtisadi məsələlərdə müşavir isə Aqambekyan idi. Və həmin o iqtisadi məsələlərdə müşavir vəzifəsində çalışan Aqambekyan Parisdə, təsəvvür edirsiniz, Parisdə. Bəli, Fransanın paytaxtı. Bu gün də bizə qarşı, yəni ki, bizim o qələbəmizi həzm eləyə bilməyən Fransada, Parisdə, yəni bu proses elə o vaxtları da yenə də Fransadan baş qaldırmışdı. Parisdə Interkontinental otelində müsahibə verdi və həmin müsahibəsində Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan elədi və Azərbaycanın ayrılmaz bu hissəsi olan Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin ideyasının əsassız olaraq irəli sürdü və o zaman onun verdiyi bu müsahibə bir qədər sonra, yəni qısa müddət içərisində həmin il, yəni 1987-ci il noyabrın 18-də Fransanın məşhur Humanite qəzetində çap olundu. Hər yay sənin yaylalığına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşam, cəmalına vurulmuşam. В эфире «Голос Şuşi». Yayınımıza Şuşa'nın sesiyle devam ediyoruz. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanlıları. Bu müsahibənin verilməsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlanması üçün artıq bir siqnal rolunu oynadı ki, bunun davamı olaraq 87-ci ilin sonundan artıq Ermənistandan tarixi torpaqlarından Azərbaycanlıların deportasiyası başlandı. Bu artıq zorakı deportasiya idi. Eləcə də Qarabağın dağlıq hissəsində artıq separatizm meylləri düzəlməyə başladı və Azərbaycana qarşı ərazi iddiaları baş qaldırdı. Bunun da sonrakı nəticələri haqqında da danışacağıq. Və
Əziz dinləyicilər, bildiyiniz kimi 20-ci əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində SSR rəhbərliyinin ermənilərə məhz himayədarlığı sayəsində hadisələr getdikcə mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağın dağlıq hissəsində Azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrində işğal etdilər. Və bugün erməni əsilli vətəndaşların məhkəməsi keçirilir və bu məhkəmədə bütün bu faktlar öz aydınlığı ilə, öz dolğunluğu ilə öz əksini tapır. Həm də onlar bu məhkəmə prosesində artıq görürük ki, çoxları biz bu bildiyimiz məsələləri özləri etiraf eləyirlər. Etiraf eləyirlər. Ona məcburdular artıq. Çünki onlar bilirlər nə eləyiblər, nə cinayətlər törədiblər. Ona görə də bu cinayətləri gizlətmək mümkün deyil. Mümkün deyil. Çünki hər bir şey də faktlarla, dəlillərlə, sənədlərlə, fotolarla öz əksini tapır. Bəli, 500 mindən yuxarı da zərər çəkmiş şahidlər var. Bəli. Yəni Azərbaycanlılar var, söhbət Azərbaycanlılardan gedir. Bu barədə daha ətraflı gələn verilişlərimizdə yenə də söhbət açacağıq. Hələlik isə sağ olun, Şuşanın səsini gözləyin. Səni hər görəndə tanımaq olmur, aşışam, ildə bir qərinə cavanlaşırsan. Sən cavan hüznünlə qoca dağlara, mehriban şəhəri çox yaraşırsan. Sən cavan hüznünlə qoca dağlara, mehriban şəhəri çox yaraşırsan. Hər yay sənin yaylağına uçub gələn azad quşam, nə gözəl sən mənim Şuşam.